Salam əziz şagirdlər. Bizdə belə bir sual verilib. Sualda verilənlərə görə bizdən NKD üçbucağının perimetri tələb olunur. Buna deyək hər hansı bir P. Olsun bunun perimetri hər hansı bir P. İlk öncə nə eləyək uşaqlar? İlk öncə göstərək ki, bizdə verilən MND və MCD bucaqları eyni gövsə söykənən bucaqlardır. Və eyni gövsə söykənən iki bucaq bir-birinə bərabərdir. Yəni mən bu bucağı bərabər götürə bilərəm. O zaman burada alınan, baxın bu bucaqla bu bucaq bir-birinə qarşılıqlı olduğundan bərabər olur. Və bu bucaqlar da hökmən eyni gövsə söykənirlər və bir-birinə bərabərdir. Onda deyə bilərəm ki, bizdə verilmiş MCK üçbucağı oxşardır bizim NKD üçbucağına, NKD-yə. Bu iki üçbucaq bir-birinə oxşardır. Onda onların uyğun tərəflərin nisbəti bərabər olmalıdır. MC-yə 8 yazıram. ND 12-dir. Bunun perimetrini bizə verib. Bunun perimetri 14-dür. Onda mən nə edirəm? Perimetrlərin nisbətini, yəni 14-ün P-yə olan nisbətini bərabər edirəm uyğun tərəflər nisbətinə, yəni 8-in 12-yə nisbətinə. Əgər bizə sahələr desəydi, bunun kvadratını götürərəm. Perimetr deyə kvadratını götürmürəm. İxtisarımı eləsəm 12 ilə 8 gedər. Burada qalar bizdə 3, burada 2. 2 ilə 14 gedər 7 və perimetrini 7 vur 3, 21 tapmış olaram. Əlavə olaraq da onu qeyd edeyim ki, bizim 1 aylıq ödənişsiz yay sınaq dərsləri üçün bu əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.